Salam, her vaxtınız xeyir. Dünənki videoda o qədər yorumlar oxudum, yəni o qədər suallar var. Sonra nə bilim deyilən sözlər var, dedim elə videonu başladım deyim. Aylin xanım çox huysuzdur bugün, istənilən. Mən videonu dünənkini bitirdim. Orada bir damız elə sakitləşmişdi. Çox huysuzdur bugün, dəhşətli dərəcədə. Saat artıq 2-dir. İndi güc balı ilə yatdı. Bilmirəm körpü var, nəyi var. Axırca əlimizdən gələn hər bir şeyini eləmişik. İndi biraz yoxlayıb. Nə deyəcəkdim? Demişsiniz ki, bəlkə də eləyirsən ütü masasının üstünə nədən? Nəsə sərmək lazımdır da. Göstərim zara qoymuşuq. Bunun üstünə mən köhnə hər deyib buradan bir dəqiqə göstərim. Aylin ütüsüz paltarlar var. Bunları ütüləyəcəm. Gecə qurutdum. Bunu sərdim. Köhnə prostim. Onu sərdim ütülədim. Bir də Ləman yazıb ki, elə nəsə sər. Bir izləyicim də yazıb ki, bir dəqiqə bunları bu üzə qoyum. Bunun üstü çıxır, yuyulur. Yəni sərməsən də olar. Bu nədir? Şunur, hamısı görsən. Üstü çıxır, yuyulur. Amma mən buna baxıram, bunun çıxan bir yeri yoxdur. Yox, bizimkinin üstü çıxmır. Bu ən böyüyündəndir. Bilməm, bəlkə razmerinə görə çıxanlar var, çıxmayanlar var, onu bilmirəm. Bunları ütüləyəcəm, amma indi ütüləməyəcəm. Yenə üstüm qusmaqdır. Dəyişdim koftamı, yenə Aylin qusdu. Bir də iki izləyicim yazıb ki, 1 manat almışıq. Bir izləyicim yazıb Sədərəydən almışıq. Bir izləyicim yazıb ki, hardan almışıq? Biz Temudan almışıq. Bir izləyicim də yazıb ki, ütünün altını xarab edir. Paltara düzdür deyir, yaxşıdır, ütülüyür, amma ütünün altını xarab edir. Anjlanın ütüsü təzədir. İndi deyərəm, bəlkə çıxardarıq bunu. Hayıfdır da, bu təzə ütüdə niyə xarab olsun ki? Haçan ütünün altı xarab olsa, bunu taxar işlədir. Amma mən öz ütümün altı artıq xarab olub. Yəni yapışdırır. Ona görə mən taxacam. İndi özünə deyərəm, bəlkə çıxardacaq. Nəysə, yatıb mən səs eləməyim. Sonra videoya davam eləyirəm. Demək istəyirəm, yəni bu prostin elə əvvəl gündən səhri. Bilirəm, bu üstü saralanda pis görsənir. Bir də sizə Aylinin paltarını göstərim, gətirim göstərim. Bir dəqiqə gözləyin. Bunları götürün. Bunu mən Aliyə nənəsinə özəl almışam. Nənəsi ilə dəst giyinir. Mən tiqrovu əvvəl heç sevmirdim. Bilməm, indi yavaş-yavaş sevməyə başlayım. Hələ bu dondan sonra vahşi belə ürəyim gedir tiqrovdan ötürü. Bunun şirinliyinə baxın, kətandır, çox gözəl material var. İçin astarı belə gözəldir da, çox qəşəkdir. Bu da gülün bəbədinə də mağazin demişdim, Sədərək, bax oradan almışam. Çox qəşəkdir. Bir dənə böyük olaraq bunu almışam. Bunu da dediyim kimi Aliyə nənəsi üçün almışam ki, nənəsindən dəst giyinir. Bu, deyim sizə, 1 yaş. 12-18 ay sonunda. Məncə yazda Aylin bunu giyinə bilər, inşallah sağlıq olsun. Buraları, bu detayları belə gözəldir, çox qəşəkdir. Bu da öz veşilkasında da, amma mən Aylinə belə veşilkalar almışam. Belə roz rəngdə, görürsünüz, dəmir dəst almışam. Veşilka desən 10 dənədir bir yerdə. Bunu bacım alıb Vakikidən. Çox qəşəkdir, inşallah. Bacıma da qismət olsun nəvə. İnşallah xeyirlisinə. Mən qabağa düşdüm, bacım məndən böyükdür, amma neyini? Onun qızı gec ailə qurmaq üstün gördü. Belə şalvarı ilə bu dində birazdan olur əyində. Gedək istəsən çəki durur, qaytarar ya dəyişir. Anjlat deyir ki, yox, xoşuma gəlir, niyə qaytarım? Çox qəşəkdir, materialı çox gözəldir. Bir dənə də elə həmin bacım alıb bunda. Bu da çox, bunun materialı o qədər belə yumuşaq. Bunu da Vakikidən alıb. Çox qəşəkdir. Bunu da belə
şalvarı var. Belə dəst. İkisini də dedi ki, Anjela bəyənməsə qaytara bilər. Anjela da ki, yox. Hər ikisini xoşdur. Belə Aliyə bacı gəlmişdi. Ailinin tortunu pişirtdirir. İnşallah qonaqlıq üçün. Onu deyir ki, hansı rəngi yaxşıdır. Belə çəkə bildiyim qədər sizin üçün çəkməyə çalışacağım. Bir də soruşmusunuz ki, Anjela Şamaxının hansı kəndindədir? Şamaxı deyir, Sabirabaddır. Sabirabadın kəndindədir. Bir də soruşmusunuz evinə köçüb. Yox, hələ köçməyib. Belə, mənim şirinim, şəkərimin. Bunlar da paltarları. Var, hələ geyinmir. Paltarı çoxdur. Verilən sualları cavablandırmaq olacaq. Bir də bir izləyicim yazıb ki, fartuk taxını örgətmək olmasın. Fartuk yaxşı da paltarı batmaz. Bundan 6 dənəsini almışıq. Çox qəşəngdir. Elə indi bunlar əlimdə yudum gətirdim. Qoydum pecin yanına, qurudu. Bunu taxırıq. Bir izləyicim yazıb ki, bunu deyir, təzə ütüyün altına taxma. Ütüyün altını zay eləyir. Bəlkə deyirəm, mümkün çıxardaq. Bu hələ təzədir da. Yapışır qalır, ütüyün altını zay eləyir. Hə, belə dediyim kimi bunları yudum gətirdim əlimdə. Şöyle quruyub, bunu taxırıq. Papası, maması deyir ki, uşağın ürəyi daralır. Göbə belə oldu, ürəyi daralır. Heç sıxmırdı. Hələ bu ailənin o qədər balaca uşaqdır ki, xırda-mırda, hatta belə iri uşaq deyir. Şəkildə zadda yekə düşür belə üz-üz. Amma boydadır, fındıqdır, fındıq. Bu hələ 2 knopkalıdır da. Baxın, biri bu, bir də bu. Hələ bunu bağlayırıq deyə belə boş olur. Elə ki, bu qədər nəsi tutur da. İndi təzə doğulan 15 günlük uşağına boyda olur. Elə. Amma bu günlərim düz 5 dənəsini batırıb. Bax, səhərdən bura bunları yumuşam, hələ 3'ü də oradadır, qurumayıb. Dayanmadan qusub, ha. Qusmağından qorxmuram. Nəsəs odur ki, ağlamasın. Bugün biraz çox ağladı, bizə panikaya düşmüş. Nəysə, belə qızlar, yenə nəsə olsa çəkərəm, yazmışsınız, sağ olun, Allah razı olsun. Kənd havası, kənd nədə səssizliyi, siz də mən kimi sevirsiniz. Mən də ruhum dincəlir elə bil burada. Hələ Aylin xanımın yanındayamsa, lab ruhum dincəlir. Bir izləyicim də yazıb ki, evə gələndə çox pis olasan. Hə, pis olacam, hə. Belə gedəndə çox pis olmayacam, mən elə gəlir ki. Amma mən gəlməsəydim, bunlar gəlsəydilər, lab pis olacaqdım. Nərgiz dünən zəng elib, gözləri dolu. Yəni, Nərgizdən gözləmədiyimiz bir şeydir. Nərgiz 100%1 uşaq istəyər. O da sayılıdır. Görsəz nədir? Elə bir canı ağrıyır. Hə. Aylin birinci olanda demişdi, nəyə oxşayır? Bir yarım saat sonra elə bağlandı ki, elə belə Aylin hələ şəkillərdən. İndi vəbşə belə canlı görüb. Dünən görüntü ilə zəng elib ağlamaq tutur. Deyir, hayana, mən Aylini öpmək istəyirəm. Deyirəm, neyini bana qurban, nətər eləyim mən? Onun vaxtı yoxdur. Həm yol 3 saatdır, gəlmək, getmək. Çox vaxt gedir. Yəni, bir gün öz maşınımız olsaydı, hə, neyini, bir tərdən dözəcək. Belə tək canlar sağ olsun, ağrısız, adsız yaşasın balam, inşallah. Heç nə olmaz. Bunlar dediyim kimi durandan sonra ütləyərəm inşallah. Çeker bacım. Hamısı qalır. Gördün mü? Ya bırak açıqdır ki. Açıqdır ha. Ha, açıq. Da qəşəngdir. Bu neçədir? Nələ? Bu paltar. Pardon. Desən şalvar, yox don. Pisin donla nə bəcə? Ayrıca. Mən dolma materialı ayrıdır. Əsl şifon olacaq. Şifon da. De burada şifon var. Lastiğin Sabirabad bazarı. Reklam edir. Bu yun yubqalarınız neçədir? Bunlar. Поцелуй
girək. Girək hə. Görək o uşaq. Bura bir manatlıq şeydir, Yox, mağazası. yox. Adam var da, bura da bağlıdır. Bağlıdır. Bağlıdır da onda. Kömürün qabları. Kömürün qabları 50 ki. Bir 50'dir, bu 50'dir. 50. Bu da yəqin 50'dir. Yəqin ki, ən sırasındadırsa, yəqin ki, 50. İki dənəsini götürüm. Hə, kömürə götürüm. Dəyişim onun qablarını. Görən bunu, bu 1 manat. Bu yalan bir manat. Hə. Kuruşka zat. Aa, bunlar dəmir qablar. Nə qəşəng 2 manat. Bunlar bu 1.70, o 1.50. Nə qəşəng qablar. İkisini götürürüm. Kömürün qabını dəyişəcəm. O da həyətdəki pişiklərə zata qoyayım. Ay Allah, bunlara bax. Nə qəşəngdir kofe zad içmək. Çağa bax mənə. Görüm kəsən də bax. Görən yaxşıdır. Yoxdur vanna. Hə, bunları mən götürürəm. Başqa heç sən baxmırsın? Başqa yox. Gedəyim. Vanna soruşdum, zibil torbası soruşdum. Yoxdur zibil qabı da. Yoxdur, yox. Bu da dəmirdir. Deyirsin. Hə, dəmirdir. Mini bazar. Bazara gəlmişəm. O neyse, araba götürək. Yaxşı. Ay Allah, çox səs-küydü. Marketin adı mini bazardır. Mən yox istəmirəm nənə. Deyirəm bunu söküm. Düz tikim o kalyaskanın içinə görə. Onsuz da oturmuşam da bekar. Onsuz da bunu qatlayırıq kalyaskanın içinə nə qədər artıq girir. Gəlin dən sancaq önünə söküm. Qırarım. Parçası da qalsa o yastığı elə olsun. Üstünə sancaq yoxdur. Hə, bir ayının üçün götürüm. Orada bükülmə. Götürdüm sən. Rezini söküb çıxardacaq. Hı. O edirsən. Hə. Hı. Yumurların olsun kalyaskanın içində qalır. Nəyə lazımdır? Qapı açıldı. Onun ortasından çıxardırsın. Hə. 4.50 idi, 2.20 qalır. Yox, haliyyət öyle altındadır. Onun için yarısı da yatmır hələ. Hələ yatmır, hələ yatmır. Hələ qıvrılır, hələ qıvrılır. Mən də pasteli sökürdüm, birini sökdüm. Bu ikincisi yarımçıqlı. Yatsın sonra sökürüm. Qız gəliz məsələdir bu. Bu qız bunun üçün ən nazik hədiyyanı salmışıq. Nərgizdən danışıram, darıxıb. Mən də getmək istəyirəm, qaçmaq istəyirəm. Buna görə qaça bilmirəm. Amma onları dilə qoyub gəlmişəm, ürəyim partlayır. Vallahi. Belə işlər, 2 dənə işdən zəng eləyirlər mənə. İşə çıxmaq üçün. Biri həftədə 3 dəfədir. Allah mənə sərf eləyir. Həm bizə yaxındır. Əhmədli də Bravo tərəfdədir. Bilmirəm, gedəcəm, getməyəcəm. Heç bugün düzəməli danışa bilmədim. Belə. Biri də həftədə 1 dəfədir. O sərf eləmir, amma yenə də həftədə 1 dəfə
Maşallah saat 12-dir. Bugün çox narahat olub. Demək olar ki, yatmayıb. Belə qarnını sıxmışam qocağıma ki, bəlkə istilənə. Ev soyuq dörək maşallah yaxşıdır. Papaq zat qoymur o başına, ev istidir. Belə işlər. Belə yatır yerinə qoyan kimi durur. İndi ama yatmayıb o ayaqda. Allah istəyən hər kəsə. Bax bu şirindən qismət eləsin. Amin ya Rəbbim, amin. Bal balam, şirin balam, konfet balam. Nazım. Kızım. Bir saat Nərgizlə danışırıq. Ondan danışdım. Az qalır ki, ağlıya da əməlli başda. Çox darıxıb. Can, seni kurban olum can. Yat başına dönüm, yat kurban olum. Əlinə yastıq tikdik burada. İndi bunları ona görə sökürəm ki, bunlar kalyaskanın sən yumurtanın altında qalır, yaxşı qalmır. Onlar deyirəm, kəsim. Baxım, ikisindən bir dənə yastıq özü düzəldim. İndi inşallah evə qaydanda, sonra gedəndə belə mağazinə 2 dənə çol tikdirərəm, yastıq özü. Kalyaskanın içi üçün dəyişik işlər. Salam, sabahınız xeyir, sabahsı gündən. Dünən yenə videonu bitirə bilmədim. Qaldı bugünə. Dünən biz axşam siz üçün video çəkdim, prostinin zadı sökürdüm. Amma ondan qabaq biz getdik bazara, nə bilim marketə, bəlkə bir 3 saat rayonda olduq. Bazarlıq elədik, sabah qonaqlıq üçün. Da həyətdə eləyəcəklər, bilmirəm. İnşallah ki, sabah hava belə olmaz. Sabah qəşəng günəşli olar. Belə olsa, biraz qəliz məsələdir, soyuq olacaq. Çünki adam çox olacaq, palatka quracaqlar həyətdə. Ona görə bilmirəm, inşallah ki, yaxşı olar. Bu videonu bitirəcəm. Bugün elə yeni bir video başladacağım. Bəlkə bugün bitirə bilməsəm, sabah da qonaqlığı da siz üçün nə çəksəm, çəkərəm. İnşallah. Belə, bugün mənim üstümə düşən öhdəlik. Bu gecə yatmamışıq deyə. İnanırsınız, başım key kimidir. Əl-üzümü soyuq suyuna yudum, biraz özümə gəldim. Amma başım key kimidir. Saat 9-a qalıb indi. Gecə saat düz 3-ə qədər Aylin qıvrılıb da yerində. Yatmaq deyilən söhbət yoxdur. 3-dən sonra biraz yuxladı, ayıldı. Belə olub bu gecə Aylin xanım. Nə deyəcəkdim? Hə, bugün mən Aylinin prostini tikəcəm. Bir də kalyaskanın səmdən başqa yastıq tikdik. Gecə. Daha gecə idi, nə? 12 idi, neçə idi? Dedik də maşını dakika durq salmayaq. Sab eləyərik. Onu eləyəcəm. Elindi ki, bəlkə oturub tikərəm. Sonra yastığa, o prostinin qırağından kəsdiyim parçalardan yastığa üst tikəcəm. İnşallah görüm evə gedəndən sonra bir-iki dənə yastıq özü tikdirib göndərərəm. Çünki çox qusur, dəhşət qusur, elə belə yox. Elə təzəcə yuyub ütülüb taxırsan qusdu. Fartuq taxsoq da bir də görürsün belə pak eləyir, belə fantan kimi verir qusur. Tullanır o tərəfə. Ona görə də yastıq üzü şərtdir. Belə. Bir də mən bugün kələm salat eləyəcəm. Mən kələm salat eləyirəm. Bugün siz üçün onu ətraflı ilə qəşəng çəkərəm. Mən həmişə eləyəndə deyirsiniz, söyle ona nə vurdun, nə elədin. Əslində o kələm salatı mən eləyəcəyim kələm salatın içində yumurta da var. Hansı ki mən internetdən öyrənmişəm. Amma mən orada yumurta ilə kələmi heç uyğun görmürəm. İkisinin də özün başlı başına iyi var da, xoşa gəlməyən iyi. Ona görə də kələm, oradan yumurtanı çıxartmışam. Kələm nə idi? Soyutma yumurta vardı. Onu çıxartmışam, onun əvəzinə sveji xiyar eləmişəm, duzlu xiyar eləmişəm. Çox qəşəng salatdır. Toyuqlar necə həvəslə yeyir bu arpanı. Ha, belə. İnşallah mən bugün o salat eləyəcəm. Amma mayonezin zadını qatmayacağım. Sabah qataram, Allah qoysa. Sabah qonaqlıq saat 12-də başlayacaq. Elə yanı
Qonaqlar elə gələcəkdi, indi bilmirəm. Belə. Bizdə belə şey yoxdur deyə mən bilmirəm də. Biz belə qonaqlıq eləmirik. Gəlirik, kimsə tanış zat belə uşağı görmək istəyən, nə bilim, nəsə padarka zad istəyən, padarka zad alanlar, amma onlarda 40-ı çıxandan sonra gəlir. Lap 40-ı çıxmamış da gələnlər belə tək-tük gəlir. O vaxt Ataş olanda hamı dedi gəlirik. Mən dedim ki uzatdım. Dedim 1 yaşında gələrsin inşallah. 1 yaşında da nəyə görə elədik? Hamısı bacımcı zad idi, yəni öz qohumlarımız. Dedi həyətdə, hamısı dedi həyətdə nə yeyib içmək olar, qəşəng Şamaxda. Yaşıllıq, göy çəmənlik. Orada belə super ad günü oldu ha, Ataşın ad günü. Amma belələ biz qonaqlıq eləmirik də təzə doğulan uşaq üçün. Qurban kəsilir. Evə gələndə, xəstəxanadan çıxanda ki, sağ-salamat dünyaya gəlib. Bir də eləyirlərsə, yaşın eləyirlər. Eləmirlərsə, heç onu da eləmirlər. Elə bir gələnlər olur. Amma bu kənddə o belə qonaqlıq var da, hamı eləyir. Tək indi ailənin üçün olunmur da, hamı üçün olur o qonaqlıq. Belə, inşallah sağ-salamat sabah qonaqlığı da yola verək. Bacım gəlsə, sabah bacımla qayıdacam inşallah, sağlıq olsun, ayın 10-u. Yox, əgər gəlməsə, məcbur 11-i tezdəndən səhər 6-da zadda yəqin ki, buranın maşınları ilə çıxaram inşallah. Gedərəm evimə, eşiyimə. Belə. Bu videonu da mən çəkirəm, amma bilmirəm. Heç bugün izləyə bilərsiniz, izləyə bilməyəsiniz. Bugün ayın 9-udur. İstəyirəm bitirəm, qoyam YouTube'a yüklənməyə. Amma internet yoxdur. Dünəndən internet yoxdur. 2 gündür gəlib gedirdi, amma dünəndən yeri dibli kəsilib. Baxaq, neysə qızlar belə. Öpürəm hamınızı, özünüzə yaxşı baxın. İnşallah qismət olarsa sabah görüşərik.